Doktor, mənim ağıl dişim tam çıxmayıb. Gələcəkdə necə problem yarada bilər? Ümumilikdə ağıl dişlərinin natamam çıxması stomatologiyada retensiya adlanır və bunlar tez-tez rast gələn bir hallardır. Ağıl dişləri natamam çıxdıqda və yaxud da retensiyon vəziyyətdə olduqda bunlar diş sıralarının qüsurlarının əmələ gəlməsinə, yəni əyilmələrə səbəb olur və ümumilikdə ağıl dişləri öz qonşuluğunda yerləşən dişlərə təzyiq göstərdikcə həmin dişlərdə iltihaplar başlayır və bəzi hallarda ağıl dişlərinin kök nahiyələrində kistalar əmələ gəlməyə başlayır və bu kistalar gələcəkdə üst çənə nahiyəmizdə ciddi fəsadlara və sümük itkisinə səbəb olur. Ona görə də daimi olaraq 16, 18 və yaxud 25 yaşında insanlar bir dəfə də olsa panorama rengen dediyimiz bir rengen müayinəsindən keçməlidirlər. Əgər retensiyon ağıl dişləri müşahidə olunarsa müayinə vaxtı onların dərhal cərrahi yolla oradan götürülməsinə qərar verməlidirlər. Cərrahi yolla bu dişlər götürüldükdə ümumilikdə bizim çənə sistemimizə heç bir fəsad vurmur.